Salam futbol sevərlər. Neftçi klubunda gözlənilən an yaxınlaşır. Komandanın yeni baş məşqçisi tarixi əlavə edin rəsmi olaraq açıqlanacaq. Hazırda klub rəhbərliyi bir neçə namizədlə danışıqlar aparır və öncəliyi Yuri Verniduba verilib. 59 yaşlı mütəxəssis Ukraynadan çıxa bildiyi halda bu vəzifəyə gətiriləcək. Lakin əgər Rusiya ilə müharibə şəraiti səbəbindən onun gəlişi gecikərsə, Neftçi digər əcnəbi namizədlərə yönələcək. Qeyd edək ki, yerli məşqçilər bu siyahıda yoxdur. Tərlan Əhmədov, Azər Bağırov və digər məşqçilər nəzərdən keçirilmir. Noyabrın 24-dən bəri baş məşqçisiz qalan Neftçi və müvəqqəti olaraq Sənan Qurbanov komandanı çalışdırır. O, son olaraq Turan Tovuzla Premyer Liqa maçında 0-0 və Zirə ilə kubok qarşılaşmasında 0-1 iş başında olub. Futbol sevərlər, indi sual yaranır. Neftçi hansı məşqçini seçəcək? Yuri Vernidub gələcək, yoxsa klub başqa əcnəbi mütəxəssisə yönələcək? Bu sualın cavabı açıqlanacaq. Sizcə, Neftçini idarə edəcək yeni məşqçi hansı stil və strategiya ilə komandanı dəyişəcək? Şərhlərdə fikirlərinizi paylaşın. Videonu bəyənin, kanalımıza abunə olun və zəng işarəsini açın ki, bu tarixi xəbəri ilk öyrənən siz olun.